Biri sizə dünyanın ən zəngin cinayətkarı, tarixin ən güclü narkobaronunu soruşsa, yəqin ki, əksəriyyətiniz Yo soy Pablo Emilio Escobar Gaviria. deyəcəksiniz və bunu söyləməkdə təbii ki, haqlısınız. Hamınız onu Narcos serialından tanıyırıq, amma ekranda gördüklərimiz onun real sərvətinin yanında kölgə kimi qalır. Son videolarımda Elon Musk və Jeff Bezos'dan danışmışdıq. 200, hətta 300 milyard dollara çatan var-dövlətləri var idi. Bəli, Escobar'ın sərvəti onlarla müqayisədə az görünə bilər, amma bir şeyi unutmamalıyıq. Escobar'ın sərvəti erkən dayandı, çünki o artıq həyatda deyil. Əgər sağ qalsaydı, bu gün dünyanın ən zənginləri siyahısı çox fərqli görünərdi. Bəs Pablo Escobar nə qədər yığmışdı? Zirvə dövründə onun şəxsi sərvəti 59 milyard dollar idi. Forbes-ə görə o dövrdə dünyanın 7-ci ən zəngin insanı sayılırdı. Bu pulla o nələrə sahib idi? 142 təyyarə, 20 helikopter, 32 yaxta, 2 sualtı qayıq, 144 lüks villa, malikanə. Elon Musk sərvətini Tesla və SpaceX-dən, Jeff Bezos Amazondan qazanıb. Escobar isə sərvətini Medellin karteli adlı narkotik imperiyasından qazanmışdı. Kartelin qurduğu sistem belə idi. Medellin karteli Baham adalarında böyük bir adaya sahib idi. Kolumbiyadan havaya qalxan kokain dolu təyyarələr burada enir, narkotik kiçik təyyarələrə və hətta sualtı qayıqlara yüklənirdi. Kartel yalnız daşımalar üçün 2 ədəd sualtı qayığa sahib idi. Ən güclü dövrdə gündə 5-7 uçuş ABŞ-a gedirdi. Gündə 15 ton kokain Amerika bazarına daxil olurdu. Bu da deməkdir ki, ABŞ-dakı kokainin 85%, dünyadakı kokainin isə 80% onun nəzarətində idi. Escobar o qədər irəli getmişdi ki, kokaini qaçaq yolla daşımaq üçün sərnişin təyyarələrinin təkərlərinin içinə paketlər yerləşdirirdi. Escobar təkcə narkotik kralı deyildi, o həm də lüks həyatın kralı idi. Ən məşhur malikanəsi Hacienda Napoles idi. Dəyəri 63 milyon dollar. İçində şəxsi zoopark, 200-dən çox heyvan, zebralar, şirlər, zürafələr və fillər. Hətta bu heyvanlar da narkotik təyyarələri ilə qaçıq gətirilmişdi. Malikanənin girişində isə ABŞ-a ilk kokain daşıyan şəxsi təyyarəsinin maketi dayanırdı. Bunlardan əlavə Miamidə 3000 kvadrat metrlik villa, fərqli ölkələrdə onlarla lüks ev, futbol klublarına sponsorluq və hətta özünün tikdirdiyi şəxsi lüks həbsxana. Bəli, o həbs olunacağını bilirdi və polisə yox, öz şəraitinə uyğun həbsxana tikdirdi. Escobar bir şirkət olsaydı, nələr olardı? Əgər Medellin karteli bugün Fortune 500 siyahısında şirkət olsaydı, dünyanın 129-cu ən böyük şirkət olardı. Gəliri Starbucks və Facebook'la eyni səviyyədə olardı. Bu, insanın ağlını donduran bir rəqəmdir. Amma hər imperiyanın sonu var. Escobar və karteli minlərlə insanın ölümünə səbəb oldu. Təkcə Medellində 3500-dən çox qətl. Onların 500-ü polis idi. Və nəhayət 2 dekabr 1993-cü il Pablo Escobar Kolumbiyada əməliyyat zamanı güllələnərək öldürüldü. Onun hekayəsi bizə bir şeyi açıq göstərir. Pul səni güclü edə bilər, amma sistem, qanun və strategiya olmadan səni zirvədə saxlaya bilməz. Escobar pul qazandı, amma pulunu deyil, müharibəsini böyütdü və bu da bir imperiyanın sonu oldu. Bugünlük video bu qədər dostlar. Videonu bəyəndisə kanala abunə olmağı və videonu bəyənib paylaşmağı unutmayın.